Ulu Tanrı'nın adıyla. Cəhalət mühəndisliğinə qələbənin 275-ci bölümün bir kitab ya bir neçə kitabla tanışmaqla başlayacağam və başlayıram. Umaram ki, hər kitab türkcə yazılmış əl yazma və neçə yüzyıl bundan öncə yazılmış kitab, təxəssüsi uzmanlıq, yəni uzmanlıq sahələrində yazılmış kitablar səbəb olsunlar ki, biz oracan ki mümkündür və imkanlı dahi ola bilər, mühəndislik cəhl yaratdığı dünyadan və düşüncədən, anlayışdan, görüşdən uzaqlaşıb, o qədər türk dünyasına və habelə İslam dünyasına yaxınlaşaq. Yenə də burada xatırladım ki, İslam deyəndə bu günləri biz dünyada İslam yaşamırıq. Heç kəs İslam yaşamır, heç məmləkətdə İslam yaşanmır. Hər məmləkətdə o məmləkətin, o millətin tarixi üzərə mollaları yaratdığı bir sistemi yaşırlar ki, İslamla, Qur'anla ilgisi yoxdur. Əgər desək ki, İslam 100 kiloluq bir ya 100 metrlik bir düşüncədir, yaşam yoludur, bugünkü İslamdan danışırıq. O Qur'anda gələn İslam, Həzrət Muhammedin İslamı 1 kilodur onun qarşısında, yarım kilodur, bəlkə də 100 qramdır. Yəni bu qədər müsəlmanlar tarix içində özlərindən İslam adına bir şeylər əlavə eləyiblər. Bu həm mollalar, həm də ki, mənim kimi şəxsi adamlar da bu işi görürlər. Yəni mən yaşadığım İslam, dədəm, nənəm yaşadığı İslam deyil. Türklər yaşadığı İslam deyil. Azərbaycan türklərindən danışıram. İranda yaşayan türklər deyil və habelə türk dünyasındakı olan müsəlmanlar deyil. Fərqli, hər kəsin özü bir İslam yaşır. Eyni halda hər məmləkət və hər məmləkətin bir bölgəsi özü bir İslam yaşır. Bu İslamların heç birisi Hz. Muhammedlə ilgili deyil, ya İslamla ilgili deyil. Çünki o tarixdə və şəraitdən və anlayışdan və mənafiidən və zərərlərdən qaçmaq üçün toplanan bir sistemdir. Düz ya qələt. Onun adı heç birisi İslam deyil. Onu deməklə istəyirəm ki, deyəm, İslamda biz demirik İslamda xuşunət yoxdur. Tamam dinlərdə, tamam sosialitelərdə, ictimalarda xuşunət vardır və bu xuşunətin qarşısını da almağa qanunlar vardı. İslamda o zaman da bir də qanunlar gətiribdi. Pis yaxçı o zaman. Amma o məsələn 10 dana haramı var da. Hər şey haram deyil İslamda. Amma mollalar özləri bir şeylər çıxardıblar. Gedək görək bugünkü kitablarımız hangi kitablar şansımıza gələcək ki, eləyə bilək ondan görək ki, əlbəttə mən dünənləri bir bu YouTube'da da bir videomuz getməmişdi. 2 gündür kəsilirmiş, xəbərimiz yox idi. Onu vurdum ki, geçsin, upload eləsin. Kompüterə vaxtım olmayıb gələn, baxam görəm gedibdi ya getməyibdi. Amma zahirən belə görün ki, bəli, gedibdi. Biz iş görəcəyik. Budur ki, yox, bura yox, buna yox. Gedəcəyik bura və buradan bunu kopya eləyək, gətirək qoyaq bura ki, tərsə düşməsin. Tamam, bu geçmiş günün videoları gəlsin ora və bu da keçsin dalıya. Tamam. İndi gedək kitablarımıza baxaq. Görək ki, hangi kitab bu günləri, ya hangi kitablar bu günləri şansımıza çıxır, oxuyaq görək. Dünənləri əgər səhv eləmirsəmsə, Ədalətnamə-i İmam Həzrət İmam Əlini oxuduq. Məncə bu türkcə, mən deyirəm bunu Ayətullah Müntəzirdən eşitmişdim. O zaman radyo, televizyondan bunu yayırdılar.
Amma mənə nə cür gəlirsə o zaman yapışmırdı. Yəni bu günləri türkcəsini oxudum, çox fərqli oldu. Gedək görək ki, bu günləri bu kitabçı açırıq, bu bizə nə deyir və adı Zəfərnamədir. Hangi tarixdə yazılıbdır, o bəlli deyil, amma 319 səhifədən ibarət. Fəqət elə biləsi baxaq görək ki, hər səhifədə 2, hər PDF-in səhifəsində kitabın 2 səhifəsini qoyduqlarını görə bunu gərək yazaq, deyək ki, ad Zəfərnamə səhifə sayısı 319 çarpsaq 2-yə olacaqdır 640 deyək. 638 səhifə eləyəcəkdir. Bunun əlbəttə ki, əvvəldə bir cildi var. Burada görürük. Cildini əlbəttə qoymayıb burada, calibdir. Kitabı bir əvvəl keçildək, bir kağız görək ki, nə cür qalıbdır. Gördüyünüz kimi kitabın cildi açıbdır. Cildin içini görürük. Xəlifələrin eşiyini görmürük. Nə cürdür? İçindəki sarıya mail, sarı, yaşıl sarı kağızdır və bu tərəfdə kitabxananın Süleymaniyyət ehtimalən bu kitabxanası onun möhrünə bənzir, amma gəlib oxuyarıq. Bu tərəfdə də yazını vəqfi görürük. Sonra kitabın içinə yetişirik. Calibdir, bu kitabın çox əcib bir kitabdır. Diqqət eləsəz, bunun birinci səhifəsi külli yazının arxası 2 səfə nəqqaşı olubdur gülünə. Və Azərbaycanda, İranda fərşi toxurlar, türklər və qeyri-türklər əlbəttə. Bu nəqqaşiləri əslində orada fərşə toxurlar. Kitabın özünün də Bismillahirrahmanirrahimi və onun üstünü nəqqaşi ediblər. Osmanlı dövrünə bənzəmir kitabın burası. Ondan sonra da yazısı bir gözəl yazı ilə yazılıbdır. Baxar, qeydərik, baxarıq. İkinci səfədə o nəqqaşiləri görmürük. Amma kitabın zahirən cırılıbdır. Kitabın bu səhifəsi calibdir. Burada, bəli, burada görsəniz ki, birinci səhifə cırılmışmış ortadan, başdan cırılmışmış aşağıya. Onun dövrəsinə ikinci, əlbəttə burada görsəniz ki, birinci səhifədə cırılıbdır. Görsəz, diqqət eləsəz. Burada görsəniz ki, belə bir şey olubdur. Və ikinci səhifənin dövrəsinə çəsbinən kağız yapışdırıblar. İndi sirişomla yapışdırıblar. Yəni, nə yapışdırıblar ki, kitab qopmasın. Kitabın ortasına baxanda o Şirazə dediyimiz yerə görürük ki, Şirazə qopub bir-birindən cırılıbdır. Bunu da burada görürük. O birisi səhifələrə də baxsaq, eyni qəziyyə davam edir. Əlbəttə, bu bir səhifədə hər 2 səhifə cırılmışmış dövrəsinə o cür şey çəkiblər. O dövrəsində ki, çarçıvə varmış, o çarçıvənin üstünü əslində bir kağızla örtüblər. Elə bu cür davam edir. Yəni, bəlkə də rəhdir. Bəlkə də rəhdir vurublar. Çəsb kimi bir şeydir. Rəhd elə bir vurublar. Əlbəttə, burada kağaza bənzirdir, amma rəngidir. Rəhdir. Rəngi vurublar. Rəngə bənzir. Rəh vurublar, qeyddim əvvələ. Kitabın getdikcə azalır o şeylər, cırıq yerləri ki, rəh vurublar. Bilmirəm niyə rəh vurublar, çünki cırıq deyil olar. Amma görsəndiyinə görə bunlar rəh vurublar onların üstünə. Niyə? O bir məsələdir. Amma gözəl bir çarçıvəsi var. 1, 2, 3, 4, 5, 6, hətta deyə biləm 7 dana çarçıvə ilə bunu rəhləyiblər ki, fərqidir, rəngidir. Bəzi kəlmələri və bəzi sətirləri görürük ki, qırmızı yazıblar. Ərəbcə olanları indi ayə, Qurandır ya hədisdir. Onları da həm qırmızı yazıblar, həm də i'rab qoyublar. Mən bunu bir zərrə də yekəldim. Yekələndə əlbəttə kamil görsənmir səhvə.
Ona görə də kiçik qalsın yaxşıdır. O ortası ki cırıq idi, o gedibdi. Yəni çox yerdə cırıq deyil, amma zahirən sökülübdü, ya şey olubdu. O görsənir. Bəli, kitab çox şəkil bir kitab olubdu. Yəni çox şəkilli bir kitabdır, çox görkəmli bir kitabdır. Əcəba harda yazılıbdı ki, Osmanlı nəqqaşısı yoxdur bunun əvvəlində və belə şeydə də yoxdur. Yenə də burada görürük ki, 2 səhifədə kitabı yenə də oranı rəhləyiblər. Hətta elə də rəhləyiblər ki, nəzərə gəlir bu çəsbidir, ağ kağızdır yapışdırıblar. Zahirən ortasına su da gəlibdi kitabın. O bəzi yerdə o görsənir şey, kitabın ortası çox qərədir və sudur. Necə ki, bu 2 səhifədə görsənir. Nədənsə o rəngin üstünü rəhləyiblər çox yerdə. Onu təşxis verə bilmədim. Amma burada da bu 2 səhifədə çəsb yapışdırmışmışlar. Çəsbi də qopardıblar. Ya özü qopubdu, nə var çəsb imiş, qopubdu, yeri qalıbdı. Bu 2 səhifədə bunu görürük. Burada da ola bilər yenə də çəsb imiş. Əgər bu olsa, onlar da çəsb olacaqdı. Bu da qopubdu. Bu da qopubdu. Əgər o cür olsa, onlar da ki, buradan deyirdik rəhdinə vurublar üstünə, o da çəsb olacaq. Elə yenə bir cür çəsb olacaqdı, amma o burada qopubdu, onlar da ehtimalən qopmayıb hala qalır. Burada da qopubdu, bəllidir, yeri qalır. Ha belə bunlarda, burada da yenə də onu görürük. Burada məsələn bu səhifənin 2 tərəfində, bu səhifənin 1 tərəfində o çəsbin yeri şey olubdu, qalıbdı. Bəlkə bir hədd sıvırıram. O da budur ki, ehtimalən bu kitaba su geçibdi. Kitab qırışacaq idi quruyəndə, büzüşəcək idi. O çəsbi bəlkə onu saxlamaqdan ötürü vurublar ki, kitab çox yığışmasın, qırışmasın. Amma zaman keçdikcə bilirsiniz, çəsbilər yavaş-yavaş o keyfiyyətini əldən verir və qopur. Amma yeri qalır. Çünki o bir çəsbi ki, onun maddə ki, onu yapışdırır. O yapışdırıcı o qalır. Kitabı eyni vəziyyətdə görürük, su keçibdi, şey olubdu, kitaba xəsarət veribdi. Amma çünki kitabın səhifələri çoxdur, mən də istəmirəm tamam səhifələri bir-bir baxaq. Biraz sürəti çoxaldıram ki, sürətlə bunları gedək. Çünki elə bir fərqi yoxdur. Amma nə mənədir, kimin zəfərnaməsidir, bunu qeydib oxuyanda görəcəyik ki, bu kitab kimin zəfərnaməsidir və hangi tarixdə yazılıbdır. Əlbəttə ki, dili türkcədir və əlyazıdır. Yəni, əlyazıdır, dili də türkcədir. Qonu da təxəssüsüdür, yəni tarix məsələsidir. Tarix də bilirsiniz ki, çox uzmanlıq bir sahəsidir. Ona görə biz bu kitab bir böyük mənbə və sənətdir bizim üçün ki, görək türklər tarixdə nə işlər görüblər və necə görüblər. Kitabın sonuna yetişirik. Şeirlə qutarıbdır. Amma şeirdən öncə baxaq şurası bir tarix burada görə bilirik ya yox. Bu kitabın sonunda Xatimə bən bin necə beyt kim bilan kim Həzrəti xanın duayı dövləti vaqi buldu. Ehtimalən burada gərək biz bir tarix tapaq. Çünki burada nəzərə gələn bir həm tarix, kitabın cildindən nə əvvəldə əks qoymuşdu, nə də sonundan. Bunu deyək, bilmirik ki, cildi nə modeldir. Qeydək ki, kitabın əvvəlinə, sonra axirdən bir də gedib oxuyar. O tarixi əvvəldə tapanmasaq, axirdə hətmən taparıq. Amma qərayinlə filanla tarixini tapacaq ki, hangi tarixdə bu kitab yazılıbdır. Birinci səhifədə diqqət eləsəz, bunu yekəldirəm ki, dahi oxuması rahat olsun. Kitabın cildini yox, birinci səhifənin baxanda 2 dana möhr görürük ki, vurulubdur, amma heç birisi oxunmur. 3 dana, üzr istəyirəm, 3 dana möhrüdür. Üçünün də içindən görsənən Osmanlı dərbarının ya xilafətinin möhrünün əlamətini aşağıda görürük. Yəni möhrün içində möhr 2 dairədirlər, yumrudular və bunun içində 2 yerə bölünür. Bir imza ya o
Osmanlının əlaməti, imza əlaməti, bir də dairənin içində yazılan ki, təəssüflə kamil görsənmir. Vəqf Əkrəmüssəla ehtimalən ərəbcədir, nöqtəsi yoxdur. Yəni bu mətni ki oxuyacağam sizə, qərinə ilə oxuram. Bunu yazının səsi də yoxdur, nöqtəsi də yoxdur. Heç bir hərfin nöqtəsi yoxdur. Ona görə bunu qərinə ilə oxuyacağam. Vəqəfə Əkrəmussəlatin min təbəqatil muluk və əbhəl həvaqin لحسن السیرة و السلوک یا به حسن الصورة و الحروک از سلطان ابن سلطان از سلطان ابوالمواهب عثمان خان ابن سلطان Mustafa xan. Tamam. Bunun adı əvvəl elə buradan bəlli oldu ki, kim vəqf edibdir? Vəqf eləyən Sultan ibn Sultan əs-Sultan Sultan Əbul-Məvahib. Elə bu cüsü yazaq görək ki, Əbul-Məvahib Osman ibn Osman xan ibn əs-Sultan Mustafa xan. Əs-Sultan Mustafa xan ədaməllah əmamə dövlətihi və əmamə نسفته في تواریخ bunu bilmirəm hesmiyə ya büdüləri və ənəd dai iltifatəhu Alhac İbrahim Habib Bi'ofa Harameyn hər halda به اوقاف الحرمین محرمین غفر له. Bu kitab bunu zahirən Osmanlı xilafətinin Hərəmeyn Şərifin, yəni Məkkə və Mədinədə yerləşən bu iki müqəddəs hərəmin Vaqifinin adıdır ki, bunu qabaqcada oxumuşduq. Amma əcəba həman adamdır, həman adam deyil, onu bilək. Amma əvvəl görək ki, bu Sultan Əbul-Məvahib elə bunu yazaq görək ki, bu kimdir, hangi zamanda yaşayıbdır? Sultan Əbul-Məvahib Osman ibn Osman xan ibn Sultan Mustafa xan. Sultan Mustafa xan kimdir? Hangi hicri tarixdə yaşırmış deyə soraq görək ki, ChatGPT bunun haqqında bizə bir məlumat verə bilirmi, yoxsa yox. Amma bəllidir, yəni bunu vəqf eləyən Sultan Osman xan ibn Sultan ikinci Osman olacaqdı qət'ən, çünki birinci Osman deyil. Deyir ki, Sultan Əbul-Məvahib Osman xan deyə yad edilən şəxs Osmanlı tarixində Sultan Mustafa xan əvvəldir. Allah Allah. Türkcə Mustafa kimdir? Tam adı Sultan Mustafa xan ibn Sultan Məhəmməd xan Salis. Amma burada deməmişdik, demişdik Sultan Əbul-Məvahib Osman xan ibn Sultan Mustafa. Yəni, Osman xan ki, Sultan Mustafa'nın oğludur. Osman xan ibn Sultan Mustafa xan. Amma burada ayrı cür deyir ki, Sultan Əbul-Məvahib tam adı Əs-Sultan Mustafa xan ibn Sultan Məhəmməd xan Salis. Pəs buna Osman da deyirlər onda yəni.
Ləqəbi Əbülməvahib. Əbülməvahib nemətlərin, bəxşişlərin atası. Osmanlı mənabeylərdə bu ləqəbə yad edilib. Məşhur adı Dəli Mustafa. Ruhi sağlamlığına görə deyiblər buna. Yazıb beləsi. Yəni bunlar hicri tarixdə doğumu 1001-də doğulubdur. Vəfatı 1048-də olubdur. Səltənəti birinci, 2 dəfə səltənətə çıxıbdır. Bax, adını qoyublar Dəli, amma adamı 2 dəfə səltənətə çıxardıblar. Birinci səltənəti 1026 ilə 27-də olubdur. Yəni 26-25 yaşında bir il səltənət edibdir. Sonra 4 il sonra ya 4 il sonra ikinci dəfə 31 ilə 32-də səltənət edib. Təbii, yəni az dövrə səltənət edib. Qıssa tarix məlumat. Sultan Mustafa xan Sultan Əhməd əvvəldən sonra taxta çıxdı. Amma zehni rəvani vəziyyətinə görə dövlət işlərini idarə edə bilmədi. Bu səbəblə 2 dəfə taxta çıxsa da, hər ikisində də qısa zamanda səltənətdən ayrıldı. Əgər istəsəz, ləqəb Əbülməvahibin mənası və mənbələri ya Sultan Mustafa xanla bağlı Osmanlı mənbələr, məsələn, Nəima, Pəçəvi, Səlaniki və ya Qəməri miladi çevir. Tam bunları istəmirik haqqında. Amma nədən bunu? Mən bəlkə iştibah yazmışam. Gedim bir də özümə burada baxın. Sultan Əbülməvahib Osman xan ibni. İştibah yazmışam. Bunları biraz çevirim. Bu da heç onu düzəltməyibdir. Sultan Osman xan ibni Sultan Mustafa xan kimdir? Beləsi eləyək. Tazaşdan görək şey. Beləsi bir şey yazır. İslah edir, yoxsa həman sözünün üstündə durur. Bu sualda ləqəb, künyə və nəsəb bir-birləri ilə qarışır. Ona görə açıqlayım. Sultan Əbülməvahib Osman xan kimdir? Tamam. Ləqəb Əbülməvahib. Əbülməvahib ləqəbi tarixi mənabeylərdə Osmanlı Sultan Osman-ı Saniyə, Gənc Osman nisbət edilir. Tamam. İndi düzəldi. Ki, tamam. Bunu deyək ki, Gənc Osman. Bunu eşitmişik. Gənc Osman. Tamam. Bu ləqəb istedadların, ətayanın sahibi mənisini daşır. Bəs o bayaqçı, əslində, mən də qələt yazmışdım, bu da iştibah. Sultan Osman-ı Saninin nəsəbi belədir. Sultan Osman xan ibni Sultan Əhməd xan. Amma biz burada dedik Sultan Mustafa xan. Burada şimdi Mustafa xan. Sultan Osman xan ibni Sultan... Aha, nə bin Sultan Mustafa xan deyil. İştibahdır yəni. Sultan Osman-ı Sani Əbülməvahib tarixi bilgilərdə doğum 1012-də doğulubdur, 1027 və 1031-də səltənətə gəlibdir, vəfatı 1031-də olubdur. Caygah tarixi Osmanlıda islahat fikrinin əvayil nümunələri, Yeniçerilərin qiyamisi ilə şəhadət tapıbdır. Pəki, Osman xan ibn Sultan Mustafa xan kimdir? İndi bu kimdir? Tamam, düzdür. Bu təbir ləqəbi ilə yox, sırf nəsəblə baxılırsa, Sultan Osman Salis. Nam Osman xan ibn Sultan Mustafa Salis. Doğum 1114. Tamam. Bunu beləsə. Vəfat 1171. Yazaq. 1114-də doğulub 1171-də də Allahın rəhmətinə gedibdir. Tamam. Bu da gənc olmadı. Bu o birisi ya öyle oldu. Amma Osman Salis tarixi mənabeylərdə Əbülməvahib ləqəbi ilə tanınmır. Bəs bunda 2 dənə tarixdə də burada yazan bəs bir iştibahlıq var. Bəlkə də mən oxuyanda iştibah olmuşam. Çünki burada dedik nöqtəzat yoxdur. Mən bəlkə iştibah oxumuşam. Amma söz ki var, bu kitab deyək ki
14 ilə sultanlıq dövrəsi nə idi? Ona da bir baxsaq. Osmani Sani'nin ləqəbləri, möhürləri və rəsmi əlqabləri ya Əbülməvahib ləqəbinin ədəbi və dini kökü ya Osmani Salis ilə təfsili müqayisə də tozih edə bilərəm. Tamam. Bunu indi burada biz bir müşkülə düşdük ki, Əbülməvahib deyəndə bir ayrı şeylə sultanla danışır. Burada yazılır. İndi Sultan Əbülməvahib Osman xan. Bu Osmani Sani bir Əhməd xanın oğludur. Burada deyir Mustafa xan. Osman xan ibn Sultan Mustafa xan. Burada da o iki biz istirik budur. Bu da Osmani Salis. Ləbəği Əbülməvahibi deyir bunun yoxdur. Əbülməvahibi yoxdur. Hicri dövrə Əbülməvahib 1012 ilə 1031 arasında səltənət eləyibdir. Belə görür səltənət 1168 ilə 1171 arasında deyir ki, səltənət eləyibdir. Yəni 5 il, 3 il. 3 il deyir səltənət eləyibdir. Bu dövrədə yazılsa, yəni yazılmaq, yazı tarixi, yəni vaxt əgər bunun dövrəsində olsa, yəni bunun zamanında yazılsa, deyək ki, 1170-də yazılıbdır. 1170-də yazılmış görünür, amma bir dənə amması var. Amması budur ki, o birisi Osmanlı ki, dedik, Gənc Osman harada idi? O Gənc Osman dediği ilə tutuşmadı burada. Tamam. Hələ bu həddə kitabın tarixini biz belə bir şey çıxartdıq. Bir dənə də aşağıdan möhür varmış. Onu da görə bilmədik. Əgər eləyə bilsək, bunu da bir yekəldək, biraz görək ki, nədir? Oxunmur. Bu da oxunmur. Hənif sözünü oxuya bilirəm, amma qalan Lətif ilə Hənifi oxuyuram. Qalanını oxuya bilmirəm. Nuru Osmanlı'yı kütüphanəsi. Belə bir şey oxunur. Nuru Osmanlıya. Belə bir şey oxunur. Kitabxananın adı o cür bir kitab xaladır. Gedək kitabın indi nə deyirlər? Kitabın içindən oxumağa başlayaq. Görək ki, kitabın özü nə deyir. Bəyəxlər bu nəqqaşısını oxuya bilmədik. Görək ki, nəqqaşının içində Bismillah yazılıb. Bəli, Bismillah Kufi xəttinə yazılmışa bənzir. Mən oxuya bilmirəm. Yaşılla yazılıbdır. Gül kimi kitabın mətni o nəqqaşının içində. Ola biləcək ki, o Bismillah olacaq, amma mən onu oxuya bilmərəm. Savadım da çatmaz, o cür bir şeyləri oxumağa da əlaqəm yoxdur, amma çox gözəl bir nəqqaşıdır. Həmd-ü sipas ol xaliqə, o xaliqə kim? Ərəbü əcəm füsəha və bulaqalarinin inin vəsfidin aciz tururlar. Aciz tururlar və bu getdi Əlişir Nəvai, yəni bugünkü Əfqanistandakı türklərin ləhcəsi ilə Cığatay elmi, ədəbi ləhcədir. Onunla yazılmış gördük, burada başlandı. Həmd-ü sipas ol xaliqə kim? Ərəbü əcəm füsəha və bulaqaları anin vəsfidin aciz tururlar və hədsiz sənaul hədsiz, yəni hədd hesabı yox. Hədsiz sənaul qadirə kim? Qadiriqə kim? Hidayət ərbabi və dirayət əshabi anın bəyan sifatidə qasir buldilar. Üləma və füzəlalarğa üzgürmi birla göngüllərini İslam nuru ilə gönüllər həman. Göngüllərini İslam nuru bilə arastə qıldı və sənaul padişahı kim? Barcə padişah
Burada bir şeylər yazılıbdır. Mütəəssifanə kitabın o dedik nəqqaşı olan yerinə gəlibdir, su gəlibdir, qatışıbdır bunlar. Ora hər halda padişahlar olacaq ya hər nəminə. Anın dərgahida niyaz yüzünü tofraqa. Bu birinci dəfədir ki, toprağı tofraq. Bəlkə də bir dəfə bundan qabaq görmüşəm. Amma tofraqa ikinci qaf fasilə ilə yazılıbdır. Tofraqa qoyub tilak tilarlar, tilak dilarlar, dilək dilərlər. Nəzm. Onun vəsfida aql heyran örür. Ki aql anda bir tüfli nadan erir. Əgər kişi 100 yıl visavu sifni əgər kişi 100 yıl yesavu seyfini diya olmar anın vəsfidin birini. Bu da cəlib bir şeydir. Əgər kişi 100 yıl disa vəsfini çox aralı qoymuşdum. Mən bunu ayrıca oxuyurdum. Seyfini oxurdum. Olmurdu. Gər kişi 100 yıl disa desə, disa vəsfini diya olmaz anın vəsfidin birini. Olmaz mən dedim, ehtimalən bunun nöqtəsi silinib düzdə. Olmar anın görünür. Beləsi olunur. Kəmalida yox. Kəmalida yox hədd-u qayət anın. Səfatida həm yox nəhayət anın. Yüz şükür ol sultanıqa kim bir üstida kökdin bargahı sütunsuz bastı kim. Pəs gökdün yəni göyün. Yüz şükür ol sultanıqa kim yer üstündə gökdin bargahı sütunsuz bastı kim. Yastı da ola bilər, yastı. Yastı yəni düz. Bizdə vardı yastı, yastıq da ondandır, ondan gəlir. Yastı kim? Bizdə yastı da deyərik, şumal da deyərik. Yəni məsələn bir dənə daşı deyək ki, çox sürtübdür suya filan, o şumal olubdur. Yəni züyüldaq. Ona eyni halda yastı da deyə bilərik. Dedim yastığa da yastı deyirik. Yatmaq da ondan gəlir ehtimalən, çünki safdır da məsələn. İndi ayəyə keçdi. Allahullezi, göyü dedi ki, göyün üstündəki o şeyi, yerin üstündəki göyün bargahı sütunsuz yastı kim? Yastıq elədi, yatırtdı, qoydu. Allahullezi rəfəs-səmavatə biğeyri əmədin tərəvnəha. Qırmızı ilə yazılıbdır, yaxşı görsənmir, amma fikir edirəm ki, düz oxuya bildim. Və əltafi xəranəsindən xəzanə olacaqdır. Və ehtimalən həzanə yazılıbdır. X yazılmır bəzi ləhcələrdə. Onu ehtimalən və əltafi xəzanəsidin hər bəndina bir türlük, bir türlük inayət və şəfəqət birlə yəni bərabər, inayət və şəfəqətlə birlikdə, bir yerdə. Birlə xas qılıb bəzi bəndələrə nübüvvət mərtəbəsi kəramət qılıb xəlq üçün yubardı göndərdi ehtimalən. Yubardı və barcədin əfzəli və əkməl ol. Və barcədin əfzəl və əkməl ol xacə turur kim anın din və milləti barcədinlarının nasixi buldu. Barcə ehtimalən öncə, var kimi.
hardan deyirəm bunu? Bunun mənasını bilmədim ona görə. Amma burada bir barcəni yazaq görək ki, barcə nə deyir? Cığatay türkcəsində barcə nə deməkdir? Barcə ya parça sözü qulluq. Qulluq mal və mülk və həməsi tamamən mənilərini daşıyır və baxımdan çənlayəlidir. Cəlibdir. Barcə ya parça Cığatay türkcəsində həmə, tamam, cümleci. Bu en yaxın və yaygın mənisidir. Barcə xalq, tamam xalq. Barcə nərsə, hər çiz, həmə çiz. Barçəsi həmə əş, tamam əş. Muadilləri, türkü qədimdə barlığı, varlıq. Gördük ki, burada mən onu düz demişəm. Bu vava çevrilir. Osmanlı cümlə, külli, tamam. Türkü imruz həməsi, həmi. Darayı mal, ikinci mənası var. Darayı mal, mata. در متون ادبی دیوان جغتای بارچگاه به معنی دارایی و اموال هم به کار رفته است. بارچم تلف oldu. Her ne varımda telef oldu. Onu rahat başlayıram. Tamam. Deyir ki ریشه sünasi. Az ریشه Türkçe bastani bat. Bar. Bar sözündəndir. Bar var deməkdir. Var və bar. Yəni buden, هستن. وجود داشتن. پیوند با واژه بار. Mal, darayı. Həmrişə ba barlıq, varlıq həman. Barçəsi o da şeydir. Tamam, bunlardan ötürü Əlişir Nəvaidə bir tarix-i rəşididə işlənibdir bunlar. Pəs bir də nübüvvət mərtəbəsi kəramət qılıb xalq üçün yıbardı, göndərdi və barcədin tamam dinlərin və barcədin əfzəl və əkməl ol xacə turur, o xacə turur kim? Onun din və milləti barcə dinlərinin tamam dinlərin nasixi buldu. Burada kitab cırılıbdır, təəssüflə oxunmur, kamilən oxunmur. Yəni salavat-ı zəkiyyat və tühəfi təhiyyat, nisar-ı ruzi müəttəri nəmənədi oxunmur. Məsələn, xələt bəri kim? Hidayət qoxunmur. Bilə, gedək bu birisi səhifəyə görək ki, bu birisi səhifədə nə yazır? Millətlərini yox iti. Və huvə Muhammedul Haşimiyyul Məlikiyyul Mədəniyyul Əbtəhiyyul Ummi. Həzrət Muhammedin sifətlərin sayır ki, bunlardır. Haralıdır Məhəmməd, o və huvə o, Məhəmməd, Həzrəti Muhammed sallallahu aleyhi və səlləm, Əl-Haşimi, Haşimi tayfasından, Əl-Məkki, Məkkəlidir, Əl-Mədəni, Mədinədə hicrət edib oralıdır, Əl-Əbtəhi bilmirəm nə deməkdir, Əl-Ümmi savadsızdır. Amma mən bu savad məsələsini qəbul eləyə bilmirəm. Çünki bizə dediklərinə görə ən birinci ki ayə gəlibdir Həzrəti Muhammedə, Bismillahirrahmanirrahim, deyir ki, İqra. Yəni Allah ya gərək bilə Həzrəti Muhammedin savadı var, ya gərək bilməyə. Məsələn, indi bunu mən o ayəni İqra İqra sözü Qur'anda neçə yerdə gəlib? Lütfən ayətləri də yaz. İqra sözü görək ki, Qur'anda neçə yerdə gəlibdir. Bunu bir araşdıraq da, yəni bizim də bir belə şeyimiz olsun. Qur'anda İqra fe'l-i əmr sözü 3 yerdə gəlibdir. Ayətləri aşağıdadır. Sure-i Ələq. Bismillahirrahmanirrahim.
İqra bi ismi rabbikellezi xalaq. Oxu, səni yaradan Rəbbinin adı ilə. Bu birinci ayə. İkinci cəndə ayətdir. Eləcə Sure-i Ələqdə üçüncü ayətdir. İqra və rabbikel əkrəm. Oxu, sənin Rəbbin ən kərim olandır. Üçüncü ayə Sure-i İsra ayə 14. İqra kitabike kəfa bi nəfsikel yevmə əleyke hasiba. Burada da Həzrət Məhəmmədə demir, düzdür. Qiyamət olubdur, qiyamət məsələsidir, onu da bilirəm. Amma qıssa nəticə tamamdır, 3 yerdə gəlibdir. Amma indi diqqət buyursaz, Quran, Allah bilir ki, Həzrət Məhəmmədin savadı yoxdur. Əgər savadı yoxsa, niyə ona deyir iqra? Çünki deyir, iqra və rəbbikəl əkrəm. Yəni, bu 2 dənə ayə, əvvəlimci ayə, 2 dənə iqra ki vardı, əmridir. Həzrət Məhəmmədə deyir, Quran rəsmən deyir ki, birinci ayə, İqra bi ismi rabbikəlləzi xalaq, xalaqələl insanə min ələq, İqra və rabbikəl əkrəm. Fikirdən belə olacaqdır. Ələq surəsin yazar mısın? Görək ki, Ələq surəsində düz oxuyuram ya yox. Amma istəyirəm bunu deyəm ki, Sure-i Ələq 19 ayədir. Bismillahirrahmanirrahim. İqra bi ismi rabbikellezi xalaq, xalaqal insanə min ələq, İqra bi rabbikel əkrəm, əlləzi əlləmə bil qələm, əlləməl insanə mə ləm yələm, kəllə innəl insanə ləyətğa. Orasından işimiz yoxdur. Buradan bizə getdi bir ayrı mövzuya. Amma buradan bu 5 ayə Həzrət Məhəmməd ilə danışır. Əlbəttə bir dənə də ayrı ayə vardı. Qur'anda ən birinci ayət hansı ayət imiş ki Məhəmməd Həzrətlərinə Məkkədə və Həra çöhülündə gəlmiş. Görək bunu yazır. Çünki o ayə çox, o bunlardan da önəmlidir. Çünki bu ayə nəzərimə gəlir ki, elə deyir ayədir. Yəni bunun ayəsidir. Məkkə, Qar-ı Həra dağı əvvəl nazil olan İqra bir ismi rabbikəlləzi xalaq. Elə həman buymuş bəs. İndi tamam, əgər bu olsa, mənim indi sözüm buradadır. Allah ya bilir Həzrət Məhəmmədin savadı yoxdur, deyir ki, oxuy, burada Allahın özünün bilməsin, sual aparırıq. Yəni düş, Allahın bilgisin sual altına aparırıq. İkinci bu ki, əgər bilmirsə, Həzrət Məhəmmədə oxumaq bilmir. Allahın birinci möcüzəsi bu olacaq ki, Həzrət Məhəmmədin savadı olsun. Yəni Həzrət Məhəmmədin möcüzə olaraq bunu göstərə biləcək ki, mənim savadım yox idi, getdim, oradan Allahdan mənə savad verildi, gəldim. Bu günləri mənim zehnimə gəlmişdi, yəni bu günləri bunu mən düşünürdüm, bu qəziyyəni. Bu ümmi qəziyyəsini və Allahın Həzrət Məhəmmədə vəhyinin necə gəlməsini yenə düşünürdüm. Vəhyi necə anlamağı düşünürdüm. Bunu məsələ idi. O iqra sözü mənə orada gəldi zehnimə və belə bir sualla qarşılaşdım. Cavab tapmamışam, amma inşallah ki, ona bir cavab taparam. Amma bu ayələr, bu 3 dənə ayə göstərir ki, Həzrət Məhəmməd savad oxumağa əmr olubdur. Və bunu hər kəs ki, Quranı oxuyur, ona da əmr olur. Yəni çünki burada demir ki, ya Muhammed iqra bi ismi rabbikellezi xalaq. Deyir ki, hər kəs ki o kitabı oxuyur, ona deyir ki, oxu. Tamam. Və lətayfi rəhmətləri və rizvan şəraifləri ol şərai kökünün ayətiğə hər dəm dayüz, hər dəm və ayüz
qanlə nisar olsun sallallahu aleyhi və alə alihi və əshabihi və səlləm təslimən kəsirən kəsira. Dedim ki, burada cırılıbdır, bəzi yerlərin özümdən oxuram. Kitab cırılıbdır, onu tazaşını yapışdırıblar, onu o yüzdə gördük ki. Əmma bə'd, görək indi kitabın özü nədir? Geçdi buracan Allaha və Həzrət Muhammədə salam salavatını göndərdi. Müsəlman olduğunu bildirdi, İslamın əhəmmiyyətini tanıtdı, indi getirdi. Əmma bə'd, bilinəkil, biligil ya bilgil ya bilinil kim, bilgil kim bu dövran-ı şərifdə və əvan-ı lətifdə kim nəzm. Cahan irdi xurrəm çubağı bihişt بدوری شهنشاه نیکو سرشت شهنشاه دین پرور دادگر. احتمالا فارسıdır bu. Cahan irdi خرم تو باغ بهشت بدور شهنشاه نیکو سرشت شهنشاه دین پرور دادگر دور دین عدلی birdi xəbər. Yox, farsı deyil. Cahan irdi xurrəm tubağı behişt budur şəhənşah-ı niku sirişt. Budur, mən bedor oldu oxuyurdum ona görə. Budur şəhənşah-ı niku sirişt şəhənşah-ı dini dinpərvər u dadgar durdin əddi birdi xəbər. Birdi verdi ya icra elədi. Duridin ədli birdi xəbər. İşidir əhadis o Qur'an ilə. İşidir əhadis o Qur'an bilə. Gecə gündüz ol yad subhan bilə. Zamani imas xali izdiyad haqq. Zamani imas xali izdiyad haqq. Cahan burada ehtimalən bir şey yazılıbdır, cırılıbdır. Cahan bəhr şəhların din ilti səbəq. Cahan ehtimalən bilmirəm nə oxuna. Bəhr şəhlardın ilti səbəq. Şücaətda Rüstəm gibi namdar. Şücaətda Rüstəm gibi namdar. Səxavətda Hatəm gibi namdar. Cəhani ürür ədl din şadman. Ürür dünyada şahi sahib qıran. Şəhənşah-ı dindar Cücünci xan. Adı budur. Biz orada onu o cür oxuduq. Ehtimalən burada Şəhənşah-ı dindar Cücünci xan. Bunu yazım. Oxuması da zordur mənə. Cücünci xan. Ki aləm ərir cismi ol. Ki aləm ərir cismi ol. Həmçü can. İlahi kitabul gay ərzü səmay. Bu şahi cəhandar ta bəqayi bəqa. Tamam. İndi burada əvvəl soruşuq ki, Kücügünci xan kim ola bilər? Bu getdi, dedim, Əfqanistana ya da Çinə. İndi baxaq görək. Kücügünci xan kimdir və hançı çağda yaşırmış? Görək ki, bu Kücügünci xan kimdir? Və hançı çağda yaşırmış? Bu ad kimi mübhəmdir. Kəmi mübhəmdir və tarix mənabeylarda Kücügünci xan şəkildə dəqiq və tək mənalı bir şəxsiyyət məşhur olaraq görünmür. Amma məmulən bu ad 3 ehtimaldan birinə işarə edə bilər. Mən hər üçünü qısa açıq şəkildə tozih edirəm. Küçükxan, Kücəkxan, ləqəb ya təsğir.
Türk-Moğol sənətindədir. Türk-Moğol sünnətindədir. Beləsi oxunacaqdır. Küçük, küçək, cavan, xordusal, yaşaqi, küçək, xandan, xan. Xan, hakim, əmir. Bu halətdə küçək xan ismi xas deyil. Bəlkə ya cavan nəsli bir xan, ya xanlar xandanının ikinci dərəcə şaxəsindən bir şəxsi. Bu ləqəblər İlxani, Cığatay, Ordu-i Zərrin dövrələrində, yəni 700 Hicri ilə ta 900 Hicri aralarında görülür. Cığatay, Teymuri mənabələrdə məhəlli xan. Bəzi dəstənivis tarixlərdə Küçük xan, Kiçik xan şəkildə məhəlli əmir ya xanların adı görünür. Amma səltənəti böyük xan deyil. Biştər nahiyi hakim ya qəbilə rəisi. Çağ təqribən 700-cü illərindən 800-cü Hicri illər arasında deyir. Üçüncü ehtimal. Adın oxunuşu, yazılışı dəyişib. Cəlibdir bu. Dəyişibi dəqiqən bizim bəzi dostlarımız kimi dəyişib. Dal, he, əlif, işib. Bəzi vaxtlar bu ad Küçük xan, Küçək xan, Küçkənci şəkildə qələt oxunuşlar ola bilir. Əslində, başqa bir xanın, məsələn, Cığatay ya Qıpçaq ləqəblərindən biri olub. Xülasədən, tamam, bu da xülasik dəqiq işdir. Bunu gələk. Dediyim kimi, bu getdi o tərəflərə, yəni Çin tərəflərinə, ehtimalən Əfqanistandan üstdə gedir Çinə tərəf. Orada bilirsiniz, Türk məmləkətləridir, əksəriyyəti oradadır Türk məmləkətlərin. Həm də böyük torpaqlarımız oradadır bizim. Küçüncü xan. Tamam. Baxaq görək ki, bunun haqqında nə yazıbdır. Mübarək güngülləri da və səadət mənd xatırlarıqa kim bu nə mənə keçdi ehtimalən. Keçdi xatirlərə keçdi kim zəfərnamə kim maşərəf din Mevlana olacaqdır. Nöqtəsi yoxdur. Mevlana yazılıb, Mevlana olacaqdır. Mevlana Şərəfiddin Yazdi ya Bəzdi. Mən bunu oxuya bilmirəm. Bəzdi ya Yazdi Ruhallahul Əziz Farsi tili plan Teymur beynin vaqiatini etib Noruz taciklar andin bəhrə tabib Türk ilina feyzi tikmay durur bəsə girak kim bu kitabı Türki bilan bulğay ta andin əhli ulus faidə. Ulus burada yine millət anlamında işlənibdir. Ulus faidə tapqaylar. Pəs burada bəlli olur ki, bu Yazdi oxuyacağım mən bunu. Mevlana Şərəfiddin Yazdi. Görək ki, bu kimdir? Mevlana Şərəfiddin Yazdi parantez arasında yazaq Bəzdi ki, görək hangisini deyir. Mevlana Şərəfiddin Yazdi durust adı Şərəfiddin Əliyə Yazdi. Teymurilər dövrəsinin ən mühüm tarixçisi və ədiblərindən biridir. Tamam. Burada tapdıq. Adı bu adam yazıbdır ki, Zəfərnamə tarixi Teymuri Qurqani deyə bu adam yazıbdır. Nam-ı Kamil Şərəfiddin Əli ibn Muhammed Yazdi. Ləqəb Mevlana Şərəfiddin. Məruf əsər Zəfərnamə tarixi Teymuri Qurqani.
o Teymurilər dərbarına yaqın olmuş və Teymur və Şahrux Mirza dövranında yaşamış tarixçidir. Hangi çağda yaşamış? Çağ Teymurilər 800-dən 900 hicri qəməri illər arasında. Tarixi tarixlər. Doğum hududən 780-ci hicri qəməridə doğulubdu. Vəfatı 858 hicri qəməridə dəfn olubdu. İndi bu bizə çox dəqiq bir tarix verdi. Bu yaxçıdır. Adı kim oldu? Bunun adını yazaq. Şərəfiddin Əli ibn Muhammed Yezdi. Şərəfiddin Əli ibn Muhammed Yezdi. Ləqəb Mevlana Şərəfiddin. Zəfərnamə Teymur Gürkani tarixi yazan. Farsça yazıbdır. Bu da burada bildik. İndi buradan qalanı. Aha, bunun şeyin baxacaqdıq. Hangi il doğulub, hangi il ölüb. Yaxşı olsun. Dedi ki, bu doğum tarixi 780-ci hicridə və ölüm tarixi 858-də hicri qəməri. Tamam. Bunların arasında bu adam bu kitabı yazıbdı. Yəni bu kitabın farsçasını əlbəttə bu yazıyor. İndi girək bir də oxuyaq bunu. Deyir ki, mübarək günlərdə ya gönüllərdə, mübarək gönüllərdə və səadətmənd xatirlərə geçdi kim onların, yəni Gücünci xanın mübarək gönüllərdə və səadətmənd xatirlərə geçdi kim, zəfərnamə kim, Mevlana Şərəfiddin Yezdi Ruhallahul Əziz. Ruhallahca olmaz əlbəttə, ehtimalən Ravcallahul Əziz. Beləsi C ilə yazılacaqdır. Farsi dildə tili bilan, bilirmiş farsi dili. Yəni özü türkmüş, amma farsi dili bilan Teymurbəginin vaqiatini atıp durur, yəni yazıb durur. Atıp durur, burada yazıb durur. Taciklarından bəhrə tapıb, Taciklər, fars dili demir, Taciklər ondan faydalanıb da bəhrə tayıb, Türki millətinə, il burada millət anlamındadır, feyz tutmaz. Türki ili ondan feyz tutmaz. Tıkmay turur ise, yəni onlar ondan fayda götürə bilmirlərsə, giraq gərək ki, giraq kim bu kitabı Türki bilan bulğay. Bu kitabı Türklər də bilə bilsin. Bu kitab Türki bilan bulğay ta andin əhli ulus faidət tapqaylar. Bu kitabı Türki bilan bulğay, bir Türki bilan tapılsın ki, bunu şeyləsin, ta andin ondan əhli ulus əhli, yəni küllən türklər fayda tapqaylar. Çünkim bu əndişi lətif güzgü gibi mübarək gönüllərinə keçdi. Bir də burasını oxuyuram, çox gözəldir. Mən bunu çünki bu əndişi lətif güzgü gibi ayna.
güzgü gibi mübarək gönüllərine geçdi. Bəzi danalar kim bu həzrətinin mülazimətinə hazır idilər. Bu əndişədin şad bulub barca və ağa qılıb. Barca dua qılıb. İtilar etdilər, dedilər. İtilar. Burada bir əleyhissalam yeri boş qalıbdı. Qırmızı bir eyni yazılıbdı əleyhissalam, amma nədir, nə deməkdir o bilmirəm. Yəni bir şeyin xülasəsidir. Çünki dalısından şeir gəlir. Yaxşı təbinin, yaxşı qılğay fikrini, yaxşı təbinin, yaxşı qılğay fikrini bismi anda bəs andin sənin bu bəndə kiminə yaxşı təbinin, yaxşı qılğay fikrini bəsə andin sənin bu bəndə kəmini. Bu birisi səhifədə dedik, o kağız yapışdırıblar, bəzi yerlər bəlkə oxunmadı. Bi istiaət turabi. Burada o cırılıbdır, bəlli deyil. Aramul el-füqəra Məhəmməd Əli ibn Dərviş Əli Buxariyə işarət buldu. Bir istiaət özünün adını deyir. Turab-ı əndamdır, nədir belə, yəni torpaqdan olmuş özünün. Bu Şərəfiddin farsça yazıbdır. Amma özü kimdir? Məhəmməd türkcə yazan, beləsi eləyək. Məhəmməd Əli ibn Dərviş Əli Buxari. Bi yəni bu. Bi istitaət yəni çıxarı yox. Bi istitaət əlbəttə, yəni bi istitaət turabi əndam mən oxuram, amma cırılıb bilinmir nədir. Əl-füqəra əndam olmaz. Turabi nəməni füqəra Məhəmməd Əli ibn Dərviş Əli Buxariyə işarət buldu. Kim türkü dili bilə, zəfərnamə, türkü dilindən bilə. Türkü bilmək anlamında deyil, türkü dilindən. Kim türkü dili bilə, zəfərnaməni yürülqay bəsə. Bəsə, burada mən neçə yerdə bunu gördüm, bəsədir. Mən bunu isə oxumuşam bir yerdə ən azından. Onu indi görürəm ki, bəsədir ya da yəsədir. Çünki bunun nöqtəsi kamil təşxis verə bilməmişəm. 3 yerdə görmüşəm, amma əgərçi bu bəndiyə hədir xaçzarğa ol istidaət yox irdi. Kim? Bu işqa. Və hala burada gəndə o cırıb xəl-i qılğay. Mən bunu əlbəttə istəyəm, oxu gərək şey eləyə bilərəm, amma bu ayətinin məzmuni bilə kim? Deyir ki, mənim bir şey çıxarım yox idi, amma deyir ki, bu ayə Ətiullah və Ətiur Rəsul və ulul əmri minkum, bu ayədən ki, əmr oldu, yəni bunun üstünə vaqi bulub, turur yox və dirir yox, diya almay, ənbiya və uliya ruhidin məddu himmət tılab istəyərək bu əmrə məşğul buldum. Ümid olunur kim? Ümid olunur kim? Məqbuli təbi xan ali miqdar və əmri üməra ehtimal olacaq, üməra-i buzurgvar və yüzəra-i nikuşuar və zürəfa-i namdar bulğay inşallah taala. Bəsə, gəndə orada bəsə ümid, yəni bəsə ümid olturur, üstə də oltururmuş,
olunur görünür, amma 2 dənə də nöqtə qoyulubdur. Aşağıda da yenə elə aynı yazıbdır, amma burada n-nin nöqtəsi yoxdur. Elə 2 tür olturur məsələn. Bu cür ümid olturur, yəni ümid budur ki, kim əgər səhvi və xətayı bu kitab içində mübarək nəzərlərə gəlsə, gilsə ya kilsə mərhəmət qılımı birlə, mərhəmət qələmi birlə islah qılıb onun səhv-i xətasına baxmağaylar və hüvəl əzizül vüdud Teymur bəy lingit mütəvəllidi bulğan və İndi burada bir şey yazıbdır. Mən bunu cırıbdır, qırmızı ilə yazıbdır, titri kimi, amma bunu oxuyayım. Teymur bəyin mütəvəllid bulğan və aləmni öz cəmali bilə nə mənə duruq qılğan sözləri. Burada bir kəlmə düşübdür ki, onu oxuya bilmədim. Öz cəmali bilə aruq qılğan, əlbəttə bu olmayacaq. Orada cırılıb gedibdir, o görsənmir. Kitabı yapışdırında biraz əyri yapışdırıblar, o kəlmə şey olmayıbdır. Burada da kitab təəssüflə çox şey görübdür də, yəni irad görübdür onun üçün. Burada bir kəlmə vardı, oxuya bilmirəm. Zidil hamr nə mənədir bunlar? Padişah kəlami din mundaq məlum bulur kim? Feyyaz aləl itlaq xəzani. Burada yenə düşübdür. Burada da qırmızı bir ayədir. Kullu şeyin xəlqəhu sümmə həda, belə bir şeydir. A'ta ehtimalən ya u'tiyə kullu şeyin xəlqəhu sümmə həda. A'ta hər halda salah və məhəbbət xələtini yaxşılıq təriqə yenə gedibdir, bu oxunmur. Siga inayət qılır bulsə, bu inayətni bu bəndənin fərzəndlərdin gürsadur, yenə bunlar oxumur özümdən, gürsadur sözü kim? Peyğəmbər sallallahu aleyhi və səlləm itib tururlar və innə salahur rəculi oxunmur, libəlinin nəmənə oxunmur. Bu hədisinin mənisi Həzrəti Sahibqiranın atəsi şaid oturur kim? Şaid oturur kim? Əmir Tərağay diridu Tərağay nəmənə bey, Tərağay bəy üləma və süləhə və müttəqilərə müşfiq və mehriban irdi və bunların məclisi da barur irdi gələrdi bunlarımız. Lacərəm bu cəhətdən kim Həzrəti Haqqının sevər bəndələrini sevər irdi və bunlarının dostluq danəsini sidqi kişdiğə pərvəriş birgan du cün intəhallahu nəbatən həsənən, belə bir şeydir. Həqib dövlət və səadət səhrası gedək görək o birisi səhifədə nə yazıbdır. Mən bunu oxumaqdan neçə dənə qəsdim var. Biri budur ki, özüm bu türkçənin bu ləhcəsini oxumağını çox sevirəm, istəyirəm öyrənəm. İkincisi, istəyirəm görüm ki, burada bir dəqiq bir tarix tapa bilərəm. Ona görə buranı hələ də ki var. Kəramət və ifzal din tuldi. Beyt. Çu tapdi bu iqbal bəxt din nişan, ana birdi haqqı pur sahib qiran. Qiran sultan zamanında dövlətinin günü və səadət kükünün ayini zahir buldu. Və aləm saxlamaq, saxlayan və aləm saxlağıcı yulduzi inayət Rəbbaninin ucidin
Ucidin ucinden yani ucidin yaruk buldi. Yaruk ehtimalen bizde yarı, yaver bu demekti. Yaruk buldu. Şaban ayının 25'ida tarih 736. Tamam tarihi dedi bile xərə. Şaban ayının 25'ida 25'i Şaban tarih 36 Hicri qəməridir qət'ən və Siçqan yılgim Moğollarının yeri bilə müvafiq durur kiş Siçan ili Siçan iliymiş. Siçqan yıl kim Moğollarının yili bilə müvafiq durur kiş dilkeş viladeti hemen turur keş dilkeş vilayeti datigine hatun kim elbette bu da hatunun adıdır vilayeti da vilayetinde yani vilayeti da tikine hatun kim şer'i mutahhar yüsünü bile ol emirdin perverinin nikahı da irdü andin Hazreti sahip giran gün gibi zahir buldu ve alem afruz mahi burc saadet din cikti yan ki baştın buldu bir ay aşkar. Tamam, indi burada bu xanımın da adını yazsaq bəlkə əlbəttə də kitabın bu ildə bu adam doğulubdur. Bu şah ki buna əmr verir, bu kitabı yaz, Farsiyə, Türkiyə, bunu Türk dilində yaz, Zəfərnaməni, o bu ildə doğulubdur. Tamam. Buldu zahiri dünya bir namdar, insan surətida bir cani cahan icra gəldi və aləmini Humayun məqdəmi bilə müzəyyən qıldı ta kim anın zat-ı şərifi yaman gözdin səlamət qanğay. Ta ki anın zat-ı şərifi yaman gözdin səlamət qanğay. Və in yəkad ayə, ciddi ayə, təlavəti bila sipehrinin təsbih etgucilar məşğul buldular. Təsbih edənlər, etgucilar məşğul buldular. Vəl mələikətü yusabbihunə bihamdi rabbihim və yəstəğfirunə limən fil ərzi. Bəsə, yenə də o bəsə ya yəsə burada yazıldı, tikir oldu, bu dördüncüsü ya beşincisi. Bəsə tainin alğ qədri kəmali tərəqqiqə. Burada bir şey yazılıbdır, üstünə o rəh gəlib nədir? Vəzaifi bilə mədəd qıldılar. Beyt. Gər səri səbz bulsun buz biyanəhal. Yebanəhal. Belə bir şey. Gər səri səbz bulsun bu zibanəhal. Gər səri səbz bulsun bu zibanəhal, pənahida tutsun ani zülcelal. Cavanbəxt u firuz bulsun mudam, anın əmrida aləm olsun tamam. Anın ədlidin tazə olsun fələk, mütii anın baricə mülkü mələk. Və ol saadət gününün pərtuvidin, həqiqət sirri zahir bulub iqbal burcidin görünüb qaculi bəhadürinin iqbal burcidin görünüb qaculi bəhadürinin tüşinin
təbirini kim? Tuş roya. Adıdır bu Qaculi Bəhadurinin. Bəhadur savaşçı, amma Qaculi ehtimalən adıdır. Qaculi Bəhadurinin tüşinin təbirini kim? Tunnayxan itib. Tunnayxan. Bu da Tunnayxan itib irdi. Mühəqqəq buldu. 8-ci kövkəb kim? Əlbəttə burada 8 yazmayıbdı. Mən oxudum bu düzü. 8-ci, ora 8 mən oxudum. 8-ci kövkəb kim? Təbir tili bilan sahibi dövlət din nişanə bulğay. 8-ci Qaculi Bəhadurinin, aha, bunu yazaq. 8-ci Qaculi Bəhadurinin. Görək ki, bu kim olur? Cığatay Türkçəsində bu cümlənin anlamı hangi tarixi kişiyə dəlalət edir? Adı nədir bunun? Dedik ki, Səkirinci kövkəb yox, 8-ci Qaculi. 8-ci Qaculi Bəhadur. Kimdir bu? Görək ki, buna görə bir məlumat verə bilir tarixdən. Bu ibarət Cığatay Türkçəsi Muğli Türki ünvanları ilə yazılmışdır və bir cümlə deyil, bir nam, ləqəb tərkibidir. Açıqlayaq. İbarət 8-ci Qaculi Bəhadur. Bəhadur Türk-Moğul aləmində rəsmi ləqəbdir. Mənisi dəlir, qəhrəman, cəngavər. Çəngizilər, Cüğatayilər, Teymurilər dövründə besyar yaygındır. Qaculi bu bəxş qəbilə ya taifə nisbəti idir. Ehtimallar Qacul ya Qaculi. Moğul Türk qəbiləsi ya tayfəsi şaxəsi. Lu pəsvəndidir. Qaculdən olan, Qacul tayfəsinə mənsub. Bu şəxsin soy kökü ya tayfəsini göstərir. Səkirinci ya Sükirinci ya Səkirinci bu qismət xas namdır, özəl addır. Amma yazmalarda şəkilləri də dəyişə bilir. Ehtimalən Səkirinci, Sikərinci, Sükirinci, Cüğatay və Moğolitin mütünlərdə bu qəbilə adlara söz sonunda nici çox vaxt namsaz ya nisbətsaz pəsvəndidir. Birlikdə mənisi 8-ci Qaculi Bəhadur, yəni Qaculi tayfəsindən olan Bəhadur 8-ci ya 8-ci adlı Qaculilərdən bir cəngavər əmir. Hangi tarix? Bu nam Çəngizxan ya Teymur kimi mərkəzi və məşhur xan deyil. Bəlkə məhəlli əmir ya sipahi sərdar ya qəbilə bəhadurlərindən biri. Çağ ehtimal həman çox ehtimal. Çağ ehtimalən zaman. Çağ ehtimalən 7-ci ilə 9-cu hicri yüzillər arasında, yəni Cığatay Teymuri dövrləri. Bu qəbil adlar Tarixi Rəşidi, Babirnamə, Teymuri münşilərinin asarında çox görünür. Xülasəsi də belə bir şey yazıbdır. Pəs mən bunu deyirdim, 8-ci qələt oxumuşam. Belə Sikirinci ya Sükirinci ya Sekirinci belə adla gəlir qabağa. Pəs beləsi oldu. Sahibi dövləti din nişanə bulğay 8-ci
Qaculi Bəhadirinin nəslidin. Zahir bulub, nəslidin zahir bulub səltənət aləmini nurani qıldı və andin sünün ədl avazəsi və insaf təriqəsi məşriqi aləmdin məğrib gecə tolub fəthü firuzluq asari Həzrəti Subhan inayətidin ana müyəssər bulub bari aləm müsəxxər buldu. Beyt. Nə xoş tuş kim ana təbir sinsin. Nə xoş tuş kim ana tuş gəldin bilirik da, yəni rast gəlmək. Yolda gedirdim, filan kəs mənə tuş gəldi. Ya daş atırdı, filan kəsə tuş oldu. Yəni ona düz ona getdi, ona tərəf. Nə xoş tuş kim ana təbir sinsin. Nə xoş ayət kana təfsir sinsin. Və bu sözünün təhqiqi bu turur kim səltənət qəvaidi da və xilafət turi da anın mübarək vücudi və səadət mənd bünyadi cahan icra əhrüz zamanın sahibi girani bulğay və mundin yaxşıraq və mundin bundan və mundin yaxşıraq dəlili bulmağay anın ücün kim bu sahibi dövlətinin taliyi cüdəy burcida tüşdi. Cüdəy burcida tüşdü, cüdəy burcuna düşdü. Və bu burcunun xasiyyəti olturur kim? Hər kim bu burcudağı taliyi da mütəvəllid. Hər kim bu burcudağı gene o şeye gelir. Bu burcudağı taliyi da mütevellid bulsa kemal-i səltənət ovcida tıkay. Çıxar. Və barca salatinlarga sərvər bulub. Hər nə kim göngilga geçgay, hər nə ki onun gönlündə geçsə, hər nə kim göngiliga geçgay, ana müyəssər bulğay. Və nira əzəm və yenir əzəm ehtimalən vəzir əzəm olacaq, amma bu oxucur oxunmadı. Venir azam yani aftabi, venir olur munir hemen sözü. Venir azam yani aftab kim celaletinin yıldızı turur dördüncü veddi da kim qərar və sübat evi turur və öz yerida şərəf bilə ətarüdgə Necük kim aftab duri bulğay. Burada bir kəlmə yazıb ki, oxuna bilmir, amma mən beləsi həd sıvırıram, oxunmur. 20-ci dərəcə ehtimalən 20-ci dərəcə olacaqdı. 22-ci dərəcə himəldə ya həmlidə vaqi həmlidə fəth və firuzluq elmini qutarıb iqbal mənşurinin səadət toqi'i bilə yasab turur kim zuhuri məhəllida öz məqam əslida zahir bulğay və onda padişahlıq qılğay və yenə bunu mən özümdən oxudum, yəni padişahlıq qəşəng oxunmur. Və padişahlıq və anda padişahlıq qılğay və ol məmləkətini zib و zinət babida barca məmləkətlərin barca orada oxuduqda, yəni tamam məmləkətlərin, tamam peyğəmbərləri oxuduq. Barca məmləkətlərin barca məmləkətlərin yaxşıraq tərbiyyət qılğay və müştəri kim səadətinin, müştəri yenə də adı o göydəki bir gəzəgənin adıdır.
Müştəri kim səadətnin kövkəbi turur və mirrix kim qüvvət və şövkət yıldızı turur. Beşinci tali kim fərzənd iyi turur. Bu kövkəblər bilan hər bək bu xasiyyət. Burada bir bək belə bir şey oxunur, oxuya bilmədim. Bu xasiyyət birdi. Kim bu xasiyyət birdi kim bu səadətmənd fərzəndiğə haqqi subhanəhu və teala. Bəzi yerdə nöqtə qoymayıbdır. Məsələn, bu haqqın şeyi yoxdur. Nöqtəsi yoxdur. Və haqq, ona görə bəzi yerlərdə oxuya bilməsək, bəlkə nöqtə izafə, bəzisində izafə qoyur, bəzisində qoymur. İzafə dediyim, yəni çox yerdə 3 nöqtə qoyur ki, oxunmur əlbəttə o. Məmulən o yerdə ki, sindi, şindi, nə bilim, bu cür şeyləri uzun çəkir, ya əslən belə gözəllik üçün xətti uzun çəkir, onun altına 3 dənə nöqtə qoyur ki, oxunmur. Yəni dəndanə kimi bir şey hesablama. Fərzəndi haqqı subhanəhu və teala dövlətmənd oğullar kəramət qılğay və dövlətlərinin icda yəni içində icda müstədam bulğay bəsə gəndə orada bəsə lacərəm. Bəlkə də mən sə oxuyuram, işlə deyil, bəlkə bəd elə, bə. Yəni bizdə bu işlənir. Bəs yerinə məsələn deyirik bə. Bə lacərəm bu qabiliyyət cəhətidin Həzrəti haqqi subhanəhu və teala istiqamət beşigidin çıqarıb, beşik nənni, beşigidin çıqarıb və lütfi dayəsi biraz kiçik eləsək, etirad olmaz fikirlərəm ki, rahat da keçə bilirik buradan. Burada bir şey yazıb da oxumur, o kəsbi ki yapışdırıblar, buradan bizə o tamam sətirlərin əvvəlinin üstünə düşübdür, ehtimalən bilməyəcək ki, nə oxunur. Bilan pərvəriş birdi. Bəsə ya bəsə oxunur. Həddimiz və əqlida yetqanda bəsə təmiz kimi yazılıbdır. Həddimiz və əqlida yetqanda hərəkat və qılği din səltənət işi andin zahir bulur irdi danın iş gücü din və itmaq iş calibdir. İş gücü din və itmaq və işitmaqları din padişahlıq və şəhriyarlıq təriqəsi gün gibi yarıq görür nur irdi. Nəzm, şeir. Gözəl bir şeirə rast gələk. Cü yaşlar bilə oynar irdi mudam. Dir erdi larğa kininglar tamam. Ki sən şah bulğay mən bar cangiz. Məni şah atab özna söz dimangiz. Deyəməzsiz yəni. Ki sən şah bulğay mən bar cangiz. Cangiz çəngiz kimi. Məni şah atab özqa söz özgə. Məni şah atab edib özqa söz dimangiz. Özgə söz deyə bilməzsiz. Məni şah eləyibdir. Geylur irdilar yaşlar qatiqə. Gəlir irdülər yaşlar qatiqə. Qatiqə sənin huzurva. Ani şah atab götürüb başıva. Bulur irdi bir kudək ana əmir. Bulur irdi bir kudək ana əmir. Niyə birdi ana
cud ana vəzir. Niyə birdi ana cud ana vəzir. Yığac o qəmiş birlə insan etib. Bu əvvəlində bir şey yazılsa da onu görmürəm. Yığac o qəmiş birlə insan etib. Məsələn, bu insanın altında 3 dənə nöqtə qoyubdur. O dəndanənin yerinə fikir edirəm qoyubdur. Bir iş buyurub, ana fərman etib. Dir irdi kim ol yarlıq işitmadi. Dir irdi kim ol yarlıq işitmadi. Yazıqlıq qılıb ani buyur idi. Yazıqlıq ehtimalən yazıqlıq sözü. Yazıqlıq qılıb ani buyur idi. Ver ürürkinin lar başını rəvan. Ver ürürkinin lar başını rəvan. Kimundin nari heç kişi dər cahan. Kimundin nari bilmirəm nə. Bundan sarı ya bundan sonra belə bir şey. Kimundin nari heç kişi dür cahan. Şahanşah hökmüdün ol cıqmağay. Cahandar hökmüdün ol cıqmağay. Nə kim şah digay özna iş qılmağay. Şahanşah hökmüdü ol cıqmağay, ondan çıxma. Cıqmağay. Nə kim şah dinay digay, hər nə ki şah diyə, nə kim şah digay özna iş ya özga iş qılmağay. Nə ki şah dedi onu ilə özgə iş qılmağay. Şeir qutardı. Və bəsə divani nəhnu qəssəmna. Ayədir ehtimalən. Hər yerdə bir ayədən şey gətirir də. Farsca buna pirayə deyirlər, bəzəmaq. Sözün ayə ilə bəzir. Və bəsə divan nəhnu qəssəmna pərvani inayət. Yərfəu dərəcat mən yeşa və mənşur dövlət cəhan ara tuğrası bilan kim avteynahul mülk muşih bülüb irdi mübarək xatiri atlanmaq və caymaq və oq ataq və uruş əsbabi vuruş əsbabi bilan meyl qılır irdi və hər gündə oğa barur irdi. Hər gündə gedir ox atmağa və hər gündə oğa barur irdi. Beyt, gecə gündüz işi idi cün şikar. Bu iş birlə o ötqar idi rüzgar. Ötər idi, ötqar ötər. Bu iş birlə ötqar idi rüzgar. Vəlinin dövlətin, mən bunu vəlinin oxuram, ehtimalən ayrı bir şey olsun, bir şey düşüb bunun üstünə oxunmur. Vəlinin dövlətmənd-i zati kim, məzhər-i lütf-i ilahi irdi, şəfəqət və xəbərdin və xeyridin, özqa iş mübarək göngliga geçmədi. Göglünə. Göngliga geçmaz irdi və ol halda əgərci qəhru siyasət qılır idi. Nə üçün kim ol sözlər, yenə bunun əvvəli yazılsa, bilmirəm, əlilgüsi turur, bilmirəm nə mənə oxum, o əvvəldəki şey olub, naqisdir. Qəhru qəzəb-i padişahlıq cəhətidin və məmləkət zəbti üçün irdi. Şeir. Mülkünü gər qıra bir kaysın. Mülkünü gər qıra bir qaysın. Tiğni biqərar qılğaysın.
və dəlili bu sözdə kim, dəlili bu sözdə kim təklif din yaraq və riyadin təklif din yaraq və riyadin biganə turur kim Hazreti Risalə sallallahu aleyhi və səlləm etib tururlar kim əl-vələdu sirru əbihi, oğul dədəsinin sirridir. Allah Allah. Bu Həzrəti sahibqiran din bu Həzrəti sahibqiran din təxt üzra oluq təxt üzra oluq xosrəvi olturu və toburur kim oltur və toburur kim hərgiz ol Həzrətin mürciyi azurdə mürciyi azurdə bulmağan turur. Yaraq yəqin din tamam aləmni bu sözdə ittifaqları barturur və cavan təxti turur kim ba vücudi ol kim Həzreti Haqqi Subhanehu və Teala din ana külli əsbab dövlət müyəssər bulub irdi hərgiz naməşru işqa kim münahi turur meyl qılmadı və ihmal sarı meyl qılmadı və bu padişah kamkar ağzını cağır sarı iletmadı. Ağzını çağır, biz də indi çağır deyirik, bəzi yerlərdə çağır deyilir, amma cağır yazıb burada. Kamkar ağzını cağır sarı ilətmədi ya ilitmadı, yəni ağzın ona tərəf aparmadı. Və bir dəmi taat və ibadət fikridin özga iş gönglüdə geçmədi. Özündən, ibadətdən, taatdən qeyrisi ürəyindən bir şey geçmədi. Ehtimalən bunun ürəyindən bu cür bir şeylər geçməsə, məmləkəti uduzub gedibdir. Özga iş gönglida geçmədi və müttəsil işi Qur'an oxumaq və fəqir və miskinin qəmini yemək idi. Və xilafət pənahi kim? Və xilafət nəpahidir ya pənahidir, bunu kamil başlatmadım. Və xilafət pənahi olacaqdır. Və xilafət pənahi kim Fridun hişməti və ispəndiyar şücaəti və zünnun ibadəti anga cəm bulub irdi. Hər bir dakim bir cuşə nişini iştur irdi. İşturildi, istirdi kimi belə bir şey oxuymalıdır. Can bilina kəməri mülazimət bağlablarının mülazimətlərə barur irdi. Və hüvə sultanul əzəm, tamam, adın dedi biləxərə. Və hüvə sultanul əzəm vəl xaqanul ədəlil əkməl mu'inil haqq əs-səltənəti və dünya və din Əbu Nəsr Şahrux Bəhadur xan. Əbu Nəsr Şahrux çox məşhur bir şahdır. Moğolun şeydir, nəslindən gələn Şahrux Bəhadur xan. Xalladallahu Teala mülkəhu və xilafəhu, yəni ehtimalə xilafətəhu olacaqdır və sultanəhu bəs ki mundin qələmi müşkin rəqəm 2-ci məqalə və Əbu Şahının vaqiyyatını zikr qılmağı qurur
tudur. Burada o gedibdi bunları. Anın üçün til tartük. Til tartük. Ve yine bir anın oğlanlarıydın. Bir anın oğlanlarıydın. Kim gözanın cemalidin yaruk bulur. Saltanat panahi erir kim با وجود اول kim hüsnü seyretü ber suret hüsnü siret ve suretü این devletü seltenet ve da seltenet da yaxşı maaş kılıp ve yaman kılıkni xatir yığa geçirmay kim azarlık tariqesini zahir kıldı ve onun mülk sıfat zati kim barcak fesail ve kemalatının cami'i irdi ve yakşi zimni ve daqaiq haqaiq ve yakşi zimni daqaiq haqaiq irüb müşkül sözlerini hal kılır irdi. Beyt mülki sureti irdi tu feraktın mülki sureti irdi tu feraktın tufraktın ehtimalen topraktan mülki sureti irdi tufraktın çiroşen idi ana ilmi yakin. Şahdır da, şahı biləxərə tərif edir, amma bildik ki, bu kitab hangi dövrdə yazılıbdır. Kitabın adını da desə tamam. Möcüz bəyan tili. Əlbəttə üstə kitabın adını dedi da, yəni Zəfərnamədir. Dedi ki, Farsıda Şərəfiddin adı bir şəxs yazıbdır, Mevlana Şərəfiddin. Onu Şahruxşah, Əbunnəs Şahrux Bəhadur. İcazənizlə mən bu bir iş görüm. Bu Şahruxşahın ad görək ki, bunun haqqında nə deyir? Yəni, əcəba bu ChatGPT Əbunnəsr Şahrux Bəhadurxan bilirsiniz ki, bunlar Hindistanda raic addır. Yəni, Hindistanda bunlar idarə edirdilər. Bu günləri deyəndə Əfqanistan, Pakistan, Hindistan, Bangladeş, bunlar hətta bir dənə də var, o da indi yadıma gəlsə, bunlar hamısı türklərin torpağıdır. Yəni türklər burada hakimiyyət qruplar uzun zaman. Əlbəttə türklərdən başqa da millətlər çoxdur, amma şeydir. Deyir ki, Əbunnəsr Şahrux Bəhadurxan Teymurilər dövlətinin ən mühüm hakimlərindən biridir. Pəs bu Teymuri dövlətlərindən. Kimdir? Nam-ı kamil Əbunnəsr Şahrux İbni Əmir Teymur Gürcani. Pəs bunu deyir ki, Bəhadurxan İbni Əmir Teymur Gürcani. Əmir Teymur da həman dəmirdir. Dəmir Gürcani. Gürkan acaba o qədim böyük şahları, xaqanları Misirdə şey vardı, Hirəm, Əhram deyə cəm. Hirəmlər var da, bilirik ki, onun içində bir böyük insanı, siyasi bir insanı orada dəfn ediblər, quyuluyublər. Türklərə də belə bir şey var, amma dağ eləyirlər. Yəni torpağı gətirib daşıyırlar qıraqdan, bir yerdə quyuluyurlar o adamı. İndi yerin harasında quyuluyurlar ya hangi güşəsində oran o dağı kimi ki, 150 caqla quyulur, ora bəlli olmur. Onun üstün belə torpaqla örtürlər. Torpağı hər yerində dağ düzəldirlər. O dağın adına Gürkan deyirlər. Əcəba o cür bir şeydir. Çünki bunu mən eşitmişəm, bəzən deyirlər ki, kürəkən, amma kürəkən deyil nəzərə gələn. Görək, hər halda. Ləqəbləri Bəhadurxan Sultan. 2 ləqəbi var. Peder Əmir Teymur, Teymur Ləng farsca deyirlər. O, Teymurun vəfatından sonra
Teymuri dövlətini dubara quran və sabitləşdirən hakim olmuşdur. Hangi çağda? Hangi çağda? Əlbəttə bunun doğum tarixini yazmışdı. Amma baxaq görək. Çağ Teymurilər Qarni 8-9 Hicri qəməri adlı tarixilər Hicri. Doğumu 779-da. Səltənəti 807-də başlayıb 850-də qutarıb 43 il. Vəfatı 850. Bundan ki biz burada oxuduq, ondan cür gəlmir. Çünki bu dedi ki 736-cı ilin Siçan ilidir, Şəbanın 25-də doğulubdur. Bəli, burada yazıblar ki 779-da doğulubdur. Yəni fərqi qoysaq burada, istəyək bunu doğru anlayaq, şərəf belə yazaq. Yazaq ki bu deyibdir ki 779-da doğulubdur. Bundan çıxsaq neçə? 736. 736-nı çıxsaq, ortada yox, iştibah oldu. Burada bir iştibah getdik. 779-dan çıxsaq 736-nı vəsətdə 43 il iştibah var burada. 43 il böyük bir zamandır, yəni bir ömürdür. Miladi də ki yazıblar orada necə bir hakim idi? Şahrux Bəhadur xan Həratı paytaxt etdi. Əfqanistanda ki bu günləri olur Hərat. Cəngidən çox dövlətdari elm, fərhəng əhəmiyyət verdi. Savaşdan çox deyir ki, dövlətdarlığa, elmə və fərhəngə çox əhəmiyyət verdi. Dövranı Əli Şirnəvai dövranı bu dövrədir. Qazizadə Rumi dövrəsidir. Ülüğbəy dövrüdür. Yəni bunlar orada bunun vaxtında yetişiblər. Kimi elm və ədəb çehrələrinin yetişdiyi əsr oldu. Teymuri Rönesansı deyilən dövrənin əsli banisidir. Rönesans dövrəsi. Rönesans gəlişmə, ayılma deyirlər, amma bizdə ayılma deyil, bizdə inkişaf dövrəsidir. Çünki Qərbidə bu kilisanın yatırtdığı, qorxutduğu dövrədən çıxır, ona ayıqlıq, Rönesans ayıqlamaq, yuxudan durmaq dövrü. Bahadur xan Qəbəği Dəlir Cəncavər xan hakim. Bu ləqəb Teymuri Moğoli sünnətində qəhrəman və məşru hakim mənisi daşır. Qıssaca desaq, adı Əbunəsr Şahruxdur, dədəsi Əmir Teymurdur, çağı Teymuri dövrəsidir, səltənəti deyir ki 807 ilə 850 arasındadır, vəfatı 850-də olubdur, ləqəbi Bəhadur xandır. Tamam. Bu kitab bu zaman yazılıbdır. Bunun axirinəcən gəldik. Elm-i yəqin, möcüz bəyan tili kim? Məni ilham-ı tevfiq turur kim? İnnə minəl bəyani ləsihrən. Fikirlə beləsi olacaqdı ya, orada bir dənə nöqtə qoyubdu, onu baş tapmıram nədir. Roşən qılır irdi və bəsə ya veysə də ola bilər. Əcəba bu hər yerdə veysə imiş. Mən olmaya bunları ayrı-ayrı oxumuşam. Veysə də ola bilər. Veysə. Əcəba, indi bu neçinci səhvədə yox, 5-ci səhvədə orada yox. Nuni vəl qələmi və ma yəsturunda qalsın. İstirdim qeydəm onu, baxam, görəm ki, hər yerdə onu getdim dalıya. Burada veysə bir yerdə var idi, birinci səhifədə. Tapması indi çətin olacaqdı. Gedək 5-ə. Veysə Cövhər saçqan dili. Cövhər saçan yəni parlayan, işıq verən. Cövhər saçqan dili din kim, fəzl-ü hünər kilidi turur bəyan və qeydda hər kim. Qeyd eləməkdə, qeydda hər kim müşahidə qılğay, əql ana anqa və valihu güngül heyran
sözləri hər biri güngüldə coşan və xətti lətifi kim bədai asar şərəfi qəsri turur bi yektabə nuni vel qələm kitabə və xətti lətifi ehtimalən kimdir? Bədai asar şərəf qəsri turur bi kitabə nuni vel qələmi və ma yسترون müzəyyən turur rüzgar namları da yaxşı surət bilan bitib hacət beyan qılmaq yokturur. Şeir. Nə daim anun vəsfin ey sərfəraz. Ehtimalən nədir? Mən nə oxudum? Orada bir şeylər düşər üstünə, mən oxuya bilmirəm. Nə daim anın vəsfin ey sərfəraz irir gün sifət babidin biniyaz. Burada yenə o bəsi ki dedik, bəsədir və yoxdur. Burada yenə yazıbdır, amma bəsə yazıbdır. Hətmən bəsədir, yəni ayrı bir şey oxunmur. Bəsə cün qələmi xücəstərəqəm vəsvində ihya vəsvində həyat söydün şimmə bitidi mundin nari əgər Humayun əlqamığa yüz qoysa yaxşıraq bulğay. Beyt. Onun sıfatını cün kim qələm bəyan qılğay. Onun sıfatını cün kim qələm bəyan qılğay. Kimin bəyanı eləyə bilər? Qələmi eləyə bilər onun sıfatını bəyan qılğay. Əcəb imas əgər andın tamizsa ab həyat. Tamizsa dammaq, tamızsa. Bizdə dammaq, tamızmaq, damcılamaq. Əcəb imas əgər andın tamızsa ab həyat. Anın mübarək yüzidin kim danış əhli, kim danış əhli, danışmaq əhli. Kim anın mübarək yüzündin kim danış əhli və sen və biniş xeylinin gözləri yarub irdi surəti rəhmət və lütfi ərhəmər rahimin turur. Şeir. Cübüldi cahan içrə ol padişah yürür irdi fərmanida murda mah. Bir də oxuyayım bunu, iştibah oxudum. Cübüldi cahan içrə ol padişah yürür irdi fərmanida mur o mah. Xuda qıldı ani şəhənşah din səri tacdaran ruyi zəmin. Səri tacdaran ruyi zəmin. Varisi mülk Süleyman el-müəyyid minəs-səmai el-müzəffəri aləl-ə'dai peyroyi şər'i seyyidül mürsəlin muisil haqqi və səltənəti və din muğis olacaq ehtimalən, nöqtəsi düşübdür. Muğisil haqqi və səltənəti və din Əbülfət İbrahim Sultan xələdəllah Teala fi məasir mülkihi və sultanihi və həfazə aləl aləminə fəzlihi və ihsanihi. Tamam, burada da bir ayrı sultandan danışdı. Nəzm. Çu ol saat ki bəxş qıldı Yazdan iki İbrahim anda buldu əyan. Biri millət sərabad qıldı. Biri millət sərabad qıldı. Biri millət səra abad qıldı. Biri dünyada ədl dad qıldı. Biri din buldu atəş cüngülüstan. Biri din buldu dud zülmü penhan. Biri bedin buldu
Məkkə iri, biri nur. Biri beden buldu, bədən ehtimal, millət. Budin millət deməkdir türkçədə, qədim türkçədə. Bir budin buldu, Məkkə iri purnur, evi purnur ehtimalən. Məkkə kimi yazıbdı. Acaba bu bir bidin buldu, Məkkə irdi purnur, bir bidin buldu, aləm bari mə'mur. O Məkkə olacaqdı ehtimalən. Biri sindirdi Azər təbbutlarını. Sındırdının altına 3 dənə nöqtə qoyubdu. Biri sindirdi Azər bitlarını, biri burdi rəvac Əhməd dinini. Düz o Məkkə olacaqdı. Xudavəndə bu şahü dadı güstər, həmişə در جهان bulğay müzəffər. Həmişədir در yayıl, həmişədir cahan bulğay müzəffər. Hər halda bəsə, yenə də o bəsədir, nədir? Ol yer kim anun cəvahir sıfatidin və məfaxir və məasirat an həzrət mürəssə bulğay. Üçüncü məqalə da əxbar və asar sahibqiran GT-standa gilgusi turur və minəllahil ovni və təidatına həmdü Muhammed. Həmidu Muhammed. Hər halda orada şahın doğmağın tozih verdi. İndi gedir buradan biz o birisi Qızğın bəy, Qızğın bəyinin xuruc qılğan sözü. Qızğın bəy bir nəfərin adıdır. Hər halda bunları davam eləmirəm. Qeydiruq gedək kitabın sonundan bir səhifə oxuyaq, görək ki, sonunda kitabın bir tarixi bizə gətirir ya gətirmir. Onu da oxuyaq və sonra yavaş-yavaş kitabımız 2 saat olubdur ki, bu kitabla güləşirik ki, bunu anlayaq, oxuya bilək. Bu kitabın gəldik son səhifəsi, son səhifənin axiri şeir idi. Mən fikirəm ki, əsli məsələ orada olacaq. Amma bu birisi səhifədən də biraz oxuyayım ki, olsun. Sahibqiran Cəla və Sari Barğani. Sahibqiran Cəllad Sari Barğani. Nə deməkdir bilmirəm. Bəsə, sahibqiranın adəti ol irdi kim, hər iş güc kim vaqe bulsa irdi, özü ani itmam qılıb, ani qılmağınca aram tapmaz irdi. Pəs, beləsi bir şey deyir ki, bəs sahibqiranın adəti ol irdi kim, hər iş güc kim, hər iş güc olaydı, çətin olaydı, güc yəni çətin. Bu bizdə də işlənirdi. Qəradağda güc yəni çətin işlənirdi. Hər iş güc kim vaqe bulsa irdi, özü ani itmam qılıb, ani qılmağınca aram tapmaz. Onu qutarmayınca aram olmazdı. Tapmaz irdi. Bu məhalda sahibqiranın mübarək güglində gittiyi kim İskəndərinin mehmani üçün barğay ol. Ol mahalda Əmirzadə Şahrux qaandık mərəzi vaqı bulub irdi. Bəs hükmü buldu kim Şahzadə Şahrux nə xasə kişisi bilə hərah qabarsun və hərgini yekəldim ki, bunu oxuya bilim. Və hergini ya herigini
bizga qolsun bəsə şahzadə hökmü bilə heyrgini qoyub bir neçə xasə kişi bilə Xurasan sari mütəvəccüh buldu və sahib giran kamkar cəllad sari ya cəlad sari mütəvəccüh buldu. Cəlladə sarı ehtimalən olacaqdır. Buldu və ol yolda tağlar və dəralar qıb irdi. Anda girib neçə gün yürüb cəladinin ya cəlanin tağı yenib anın üstüga çıxıb düştü. Sahibi giran cümə günü Zilqədə ayının 20'sida Cəladığa yetti ehtimalen, yani yetişti. İhtimalen bu bir yerin adıdır. Cəllad değil, Cəlad sarı, Cəlad ehtimalen. Cəladığa yetti və andağı il İskəndər bilə qaçıb gidib o dağda və andağı il İskəndər bilə qaçıb gidib irdilər. Həzrət andın göçüb ol yolda bir dərə irdi. Kim andanın vaqiatı və halatı özga məqalədə bəyan bulğay turur. Pəs buradan bu hissəsi kitabın bir ayrı özgə məqalatı, vaqiatı və halatı özga məqalədə bəyan bulğuy turur. Yazılıbdır və Allahu ələmi bis-səvab. Kitab birinci cildidir. Bir başqa cildi var hələ. Xatimə bir neçə beyti kim bilan, kim Həzrəti Xaqan, Həzrəti Xaninin duayı dövləti vaqe buldu. Tilin tar tıqıl ey katib bul xamuş. Tilin tar tıqıl, dilin tartqıl ey katibü bul xamuş. Necə qıssə oqub görürsən xuruş, necə qıssə oxuyub elirsən xuruş. Dema kim cahandın bulub tur nəhan. Teymur ol şəhənşah sahib qıran, kitab bulğusidur fələk icra mehr. Kitab bulğusidur fələk icra mehr. Cahan icra budur gərdun seper. Diqaylarının qıssəsin aşkar. Diqaylar deyərlər. Diqaylar an qıssəsin aşkar. Bar əhli danış bililu nəhar. Bar əhli danış bililu nəhar. Tu ol giti payəndə bulsun mudam. Tu ol giti payəndə bulsun mudam. Bu xaqan dindar ali məqam. Şəhənşah din pərvəri dadigar. Şəhənşah din pərvəri dadigar. Adl din birevi duri xəbər. Adl din biridir. Adl din biridir. Adl din biridir. Duri verdi ehtimalen veriri xəbər. Adl din birdi verdi xəbər ya veriri xəbər. Şəhənşah İran و توران رهین. Şəhənşah İran و توران رهین. Ana şahlar bəndeyi kəmtərin. Bu İran-ı Turanın şahıdır. İran o zaman haradır? Diqqət buyurun, bu zamanda
Turan türklərin mərtəbəsi, İran da irlərin məmləkəti, amma Turan türklərin, İran irlərin, amma indi burada Şəhənşah-ı İran, Turan-ı Rəhin, ana anqa şahlar bəndi kəmtərin, bu aləm anın himməti da cuy, yüzüdin bi mehru bir pərtuy, püri tüy. Bilmədim bunu. Yüzidin məhu mehru bir pərtuyi. Onun yüzündən. Yüzidin məhu mehru bir pərtuyi. Onun qəsriğə bu fələk panə. Onun qəsriğə bu fələk panə. Firidun ana bir fərdü mayə. Furumayə. Firidun ana bir furumayə. Anın ədli din aləmi şadman. Anın ədli din aləmi şadman. Cəfa-vü sitəm tiğidin dur nəhan. Cəfa-vü sitəm tiğidin dur nəhan. Şayət də beləsi olur. Cəhan u sitəm tiğidin dur nəhan. Anın durida buldu kim dərd-ü qəm. Anın durida, dövründə. Anın durida buldu kim hər kəs dərd-ü qəm. Eşitməz kişi imdi nami sitəm. Eşitməz kişi imdi nami sitəm. İndi sitəm adlı bir şey eşitməz bunun zamanında. Agəhi ki ilahi ki ta bulğusi dur cahan. İlahi ta bulğusi dur cahan. Fələk üzra xurşid bulğay əyan. Pənahində tulğılsın ey kirdigar. Pənahında tulğılsın ey kirdigar. Kim əsr ürür şah-ı nikuşar. Kim əsrü ürür şah-ı nikuşar. Bu xan kim ərür şah ali təbar. Özü dik oğulları həm namdar. Özü dik oğulları həm namdar. İrür hər biri sərvi bağı behişt. Anadık bari pak u niku sirişt. Anadık bari pak u niku sirişt. Cavanbəxt din daru pak etiqad. Burada bir ma yazılmışmış, onu xətləyiblər. Cavanbəxt dindaru pak etiqad. Bari pak u pakizə və pakzad. Ehtimalen yari pak u pakizə və pakzad. Bu şəhzadələri nisin ey kirdigar. Bu şəhzadələri nisin ey kirdigar. Yaman gözdin İsrağıl ey pərverdibar. Ey pirobar. Ey pirobar, ey birobar. Beləsi oxunacaqdır. Yaman gözdin İsrağıl ey birobar. Bir bar ey bir ki varsan. O anlamdadır. Tamam, kitap qutardı. Bu kitap 640 səhifəyə yaxın bir kitabdır. Zəfərnamə adında. Bu zəfərnamə Əmir Teymurun zəfərlərini yazır zahirən, ya da Əbunəs Şahrux Bahadur Xan ibn Əmir Teymur Gürşani. Əmir Teymurun oğlu Əbunəs Şahrux. Bunun biz bunu yazırıq. Yəni bildik ki, bunu yazır. Yəni Əmir Teymuru yazmır. Bu Əbunəs Şahrux Bahadur Xanın tarixini yazır. Bu Əbunəs Şahrux bu kitab deyir ki, Şaban ayının 25-də 736-cı ildə Siçan ilində doğulubdur. Amma bu ChatGPT deyir ki, Əbunəs Şahrux biraz fərqli doğulubdur. Yəni 736
85-ci ildə doğulubdu. Üzr istəyirəm, mən iştibah yazmışam bunu. O şey deyil. Kitabı yazan, farsça yazan kitabı Şərəfiddin Əli ibn Muhammed Yazdi deyə yazılan şəxsin doğum ili odur ki, farsça yazıbdır. Yəni Əmir Teymur zamanı yazıb bu kitabı. Bu kitab farsça imiş. Əbunəs Şahrux Bəhadurxan Əmir Teymurun oğlu zamanında dəstur verib bunu türkçəyə çevirsinlər. Və türkçəyə çevirənin adı Məhəmməd Əli ibn Dərviş Əli Buxaridir. Tamam. Allaha min mərtəbə şükür olsun ki, bu günləri mənə tövfiq himmət elədi və mən bu kitabdan tanış oldum Zəfərnamə ilə. Çox gözəl yazılıbdır və mən də biraz oxudum. Yəni razıləşirəm. Allaha şükür olsun. Yəni özümün türk dilində oxumağından razıləşirəm. Yavaş-yavaş özümə iman gətirirəm ki, Allah lütf eləsə, sən də çalışsan, gündə 2 saat belə azından vaxt qoysan, bir ilin sonunda sən türkcəni yaxşı oxuya bilərsən. Həm də əl yazı türkcəni. Həm də neçə yüz il bundan öncə yazılmış kitabı oxuya bilərsən ki, dedik, indi bu kitab yazılma tarixi, bunu da deyək, sonra gedək buradan. Bunun yazılma tarixi, farscası Əmir Teymur zamanında yazılıbdır. Yəni Əmir Teymur zamanında yazılsa, deyək ki, bu adam ömrünün ortalarında ya da axirlərində yazıbdır hər halda. Farsça yazan Şərəfiddin, Mövlana Şərəfiddin rəhmətlik bu kitabı ha zaman yazmış olar? Deyək ki, 785-də doğulubdur, 858-də ölübdür. Bunun ortası, oradan 15 il, buradan da 58 il, 68 il, orada 5 il, 73 il. 73 il ömr eləyibdir. Deyək ki, bu ömrünün acayipdir. Bu kitab da bu şeydir, yəni bunu yazaq burada, mən bu kitab vəqf şeydir. Vaqif kitabın vaqifi beləsi yazsaq yaxşıdır. Kitabın vaqifi Sultan Əbülməvahib Osman Xan ibn Sultan Mustafa Xan Gənc Osman dedi. Bu onu, yəni kitab yazılandan neçə yüz il sonra bu kitabı çeviribdir. Yəni diqqət buyurun ki, bu kitabın yazılma tarixi deyək ki, məsələn 800, əlbəttə bunu çox rahat tapa bilirik da, Əmir Teymur Gürkaninin tarixin Əmir Teymur Gürkaninin tarixin yaz. Görək ki, Əmir Teymur Gürkani ha zaman Teymur İbni Həsən لقب امیر تیمور لنگ به دلیل لنگی پای چپش نسبت از خاندان باختری و قبیله بارتای قıpçaq mənsub بود. Milliyyət Türk Moğul, Cığatay Türk Təbar. Tarix, doğum tarixi bunun 735-də doğulubdur. 1800-də ölübdür. Tamam, bu kitab biz yetişirik şeylərə. 800'də Allahın rəhmətinə getsə, 735'də də şey olsa, bu Allahın rəhmətinə gedəndə Şərəfiddinin 15 yaşı varmış. Otrar şəhrində ölübdür. Əlbəttə deyirlər ki, der Şahruq ya Hələb. Belə də bir şey deyirlər ki, ya Hələbdə ya Şahruqda ölübdür. Hər halda
Bu ola bilməz. Yəni bu şey ki yazıbdı burada ChatGPT-nin dediyi ilə düz gəlməyəcəkdir. Çünki onda bu adam yəni Mövlana Şərəfiddin bu 15 yaşı olarmış, yaza bilməzmiş. Bəs onda gərək deyək ki, bunun oğlu da 736-da doğulsa, o da olmaz. Əmir Teymur 736-da doğula bilər bəs onda? Çünki doğulan Əmir Teymurdur. Əmir Teymur 736-da doğulsa və 800-də də vəfat eləsə, tamam. Onda Şahruxun doğum tarixi nə idi? Şahruxun doğum tarixi 779-da doğulubdu Şahrux. Pəs bu Əmir Teymur olar. Onda gələk bunu yazaq ki, Əmir Teymur bu olar. Tamam. Əmir Teymur bu olar. Şahrux 779-da deyir doğulub, 779-da doğulub və 850-də fot elibdi. 850-də Hicri qəməridə fot elibdi. Bu olar Şahruxun tarixi, doğum tarixi. Onda bu kitabı bu adam tamam, indi düz gəldi. Yəni Şərəfiddin də Şahrux zamanında yazıbdı, tərcümə də o zamanda olubdu. Şərəfiddin indi olar, bunun zamanında olub. Bu 779-da doğulsa, Şahrux Şərəfiddindən 6 il böyükdür. Əgər bu 6 il buradan böyük olsa, onda bu kitabda 50-də də bu Şahrux da 850-də ölmüş olsa, bu da 858-də ölmüş olsa, bu ortada, yəni ortada 800 ilə 850-də deyək ki, bu məsələn 835-də zətdə, 40-da zətdə bu kitab yazılıbdır. Yəni kitabın indi ehtimalən 840 Hicri qəməridə kitab yazılmış olub. Yəni tərcümə yazılmış və tərcümə olubdur. Yəni bu illərdə yazılmış və tərcümə olubdur. Tamam. Yəni indi baxsaq beləsi kitabı, bunu indi mən istəyirəm ki, bunun son tarixi burada hesablayaq, görək. Kitab deyək ki 840-da yazılıbdır. 840 Hicri, bundan çıxsaq 1447-dir bu il. Bunu çıxsaq 607 il öncə bu kitab yazılmış olar. Yəni indi gələk burada deyək ki kitab 607 il civarında. Tamam, mən beləsi yazdım ki, ehtimalən 840 civarında. Hicri qəmər civarında bunu farscası yazılmış olubdur. Elə o zamanlarda da bu türkcəyə tərcümə olubdur. İndi bir 5-10 il o yüz bu yüz o qədər fərq eləməz. Bu kitab 600 il bundan öncə yazılmış bir, ən azından 600 il öncə bu kitab yazılmış bir kitaba bənzər. Həm farscası, həm türkcəsi. Çox gözəl. Bunu da öyrəndik. Əl yazı kitabla tanış olduq.
Əziz dostum, mən indi canlıdan qurtarandan sonra təbii ki, eləyə bilərik danışaq. Sağ olun, var olun, görüşmək üzrə.